Bir dəfə Bayılda ev tikirdilər. Dedi ki, bu icra hakimiyyətindən, bələdiyyədən zaten töküldülər, gəldilər ki, bu evi sökək qanunsuzdur. Ay nə qanunsuzdur? 5 metr o üzrə nətər olur? O ev tikən qanunidir, bu qanunsuzdur. İndi pulu çatmayıb da. Ev tikən kişi bir sinəsini verdi irəli, əsdi, coşdu, hirsləndi, qışqırdı, bağırdı, gördü xeyri yoxdur, söküldü. Olmadı. Axırda evin oğlu gəldi. İcra hakimiyyətindən gələnlərə qaydasan ki, mən 2012-2013-cü illərdə cənab prezidentin sərəncamı ilə hərbi xidmətə gedib, cənab prezidentin sərəncamı ilə hərbi xidmətdən gəlmişəm. Güya ölkədə hamı Tağı Əhmədovun sərəncamı ilə hərbi xidmətə gedib gəlib. Bir dənə bu cənab prezidentin sərəncamı ilə. Gör insan nə qədər acizdirsə, onun həyatında kürəyini söykəməyə bir şey olmuyor. O sözü kürəyini söykəyib danış. İnsan gör nə qədər aciz.